Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir. Mən Rafiq müəllim, sizinlə birlikdə orta məktəb kimya kursunu hissə-hissə öyrənəcəyik. Abituriyentlərə, imtahana hazırlaşan şagirdlərə dəstək olmaq üçün bu videolar nəzərdə tutulub. Hər bir mövzunun izahı hissə-hissə kanallarımıza yerləşdiriləcək. Videoları izləyin, dərsləri anlamağa çalışın. Əgər sual yaransa, videonun aşağısından yaza bilərsiniz, cavab verməyə çalışacağım. Bundan əlavə olaraq hər bir mövzuya aid test izahları, ətraflı yazılı cavab tələb olunan tapşırıqlar və situasiya tipli tapşırıqların da izahı gələcək. İzləmədə qalın. İlk mövzumuz kimyanın ilk anlayışlarından başlayacağıq. Kimya nəyi öyrənir, kimyanın öyrəndiyi məsələlər haqqında danışacağıq sizə. Keçək vaxt itirmədən izaha. Kimya maddələrin xassələrini, tərkibini, quruluşunu, alınma üsullarını, çevirmə proseslərini və bu zaman baş verən dəyişiklikləri öyrənən elmdir. İndi bu xassə nədir, tərkib nədir, quruluş nədir, alınma üsulları neçə yerə ayrılır, çevirmə prosesləri nədir və bu zaman baş verən dəyişiklikləri biz necə öyrənəcəyik? Bunu növbəti hissələrdə qabağımıza çıxacaq. İlk olaraq onu sizə qeyd edim ki, kimyanın öyrəndiyi əsas şey maddədir. Kimya deməli nəyi öyrənir? Kimya öyrənir maddəni. Yaxşı, əgər kimya maddəni öyrənirsə, bəs yaxşı, maddə nədir? Maddə nədir? Əzizlər, cisimlər nədən ibarətdirsə, bu o maddədir. Ətrafda gördüyünüz hər şey maddələrdən ibarətdir. Cisimlər, mən, lövhə, stol, stul, eynək, kompüter, telefon, hamısı cisimdir. Və bu cisimlər maddələrdən əmələ gəlibdir. Nədən əmələ gəliblər? Maddələrdən. Və yaxud da başqa bir tərifi də var maddənin. Maddə materiyanın bir növüdür. Başqa bir növü də varmı? Var. Məsələn, elektromaqnit dalğa. İndi biz cisimlə maddəni necə fərqləndirə bilərik? Yaxşı, dedik ki, cisimlər maddələrdən ibarətdir. Biz cisimlə maddəni necə fərqləndirə bilərik? Deməli, əzizlər, biz cisimləri təsəvvür edə bilirik. Cisimləri gözümüzün qabağına gətirə bilirik. Cisimləri müəyyən formaya, həcmə malik olur. Onları təsəvvür etmək olur. Məsələn, dəmir parçası deyəndə gözümüzün qabağına bir parça böyük dəmir gəlir. Amma dəmir maddəsi, dəmir metalını siz təsəvvür edə bilməzsiniz. Çünki nə gözlə, nə də mikroskopla biz dəmiri görə bilmirik. Dəmir atomunu görə bilmirik. Onun protonunu, neytronunu görə bilmirik. Məsələn, su damlası cisimdir, amma suyun özü, yəni H2O maddədir. Məsələn, mis məftil bir düşünün. Məsələn, naqil, hansı ki elektrik cərəyanı keçirir, ondan istifadə edə evlərdə. Misin özü isə təsəvvür eləyə bilmərik. Məsələn, biz bir kömür parçasını təsəvvür edə bilirsiniz də, kabab çəkirsiniz, tutaq ki, evdə, manqalda kömürü görmüsünüz. Amma kömürün tərkibi olan karbonu siz təsəvvür edə bilməzsiniz. Burada kömür parçası cisimdir, onu əmələ gətirən karbon atomları isə və yaxud da karbon maddədir. Gedək indi biz bayaq dedik ya, kimya maddələrin xassələrini öyrənir. Gəlin görək xassə nədir? Deməli, əzizlər, xassə maddələri bir-birindən fərqləndirən və onların oxşarlığını müəyyən edən əlamətlərin cəminə deyirlər. Məsələn, spirtlə su müxtəlif maddələrdir. Onların oxşar xassəsi də var, fərqli xassəsi də var. Məsələn, spirt də suda rəngsiz maddələrdir. İkisi də şəffafdır. Amma spirt yanıcıdır, iyə malikdir, dada malikdir, su isə bu şəffaflıq zaten hər ikisinə aiddir. Su isə yanmayan maddədir. Məsələn, iki insan götürək. Rafiq müəllimdən onun şagirdi tutaq ki, əziz arasında ortaq xüsusiyyət. İkisində iki gözü var, ikisində bir burnu var. Amma tutaq ki, Rafiq müəllim gözləri qəhvəyi rəngdədir, amma Əzizin gözləri mavi rəngdədir. Bu da fərqli xüsusiyyətlər. Hər bir maddənin də belə oxşar və fərqli əlamətləri var. Ümumiyyətlə, xassələr iki yerə ayrılır. Fiziki xassələr və kimyəvi xassələr. Bunu necə yadda saxlaya bilərsiniz? Fiziki xassələr yalnız maddənin özünə aid olur. Nə mənada? Başqa maddə ilə münasibətinə elə də təsir eləmir. Məsələn, suyun şəffaf olmağı onun natriumla reaksiyaya girib-girməməsinə elə də təsir eləmir. Və yaxud da suyun adi şəraitdə maye halda olmağı onun natriumla reaksiyaya girib-girməməyinə elə təsir eləmir. Amma məsələn, tutaq ki, deyək, söhbət əgər natriumdan gedir. Natriumun metallı xassəsi onun qeyri-metallarla qarşı təsirli olub-olmadığını bizə anladır. Yəni, fiziki xassələr elə xassələrdir ki, onlar maddəyə aiddir və onun başqa maddələrlə qarşılıqlı təsirini elə də təsir eləmir münasibətinə. Məsələn, rəngdir, iydir, daddır, aqreqat haldır, sıxlıqdır. Bu sıxlıq xüsusi olaraq üstündə dayanacaq. Elektrik keçirmə, istilik keçirmə, ərimə temperaturu, donma temperaturu, bunlar elə eyni şeydir. Qaynama temperaturu. Bunlar fiziki xassələrdir. Məsələn, su şəffaf mayedir, onun rəngindən söhbət gedir, deməli, suyun fiziki xassəsindən danışırıq. Su işsiz maddədir, deməli, onun fiziki xassəsindən danışırıq. Suyun dadı yoxdur, deməli, onun fiziki xassəsindən danışırıq. Su adi şəraitdə maye haldadır, deməli, onun aqreqat halından danışırıq. Yenə fiziki xassədən söhbət gedir. Su elektrik cərəyanını pis keçirir və ya keçirmir, yenə fiziki xassədən danışırıq.
Suyu istəyib bəlkə də pis keçirir və ya keçirmir və yaxud da yaxşı keçirir. Burada artıq fiziki xassədən danışırıq. Bəs kimyəvi xassə nədir? Məsələn, metallıq, qeyri-metallıq, reduksiyacılık, oksidləşdiricilik. Bu kimyəvi xassələr maddənin başqa maddələrlə qarşılıqlı münasibətini müəyyən edir. Məsələn, sən desən ki, xlor oksigenlə reaksiyaya girmir, deməli onun kimyəvi xassəsindən danışırsan. Və yaxud da desən xlor işığın təsirindən hidrogenlə reaksiyaya girir, kimyəvi xassəsindən danışırsan. Mən dedim, bayaq bu sıxlığın üzərində dayanacağıq. Niyə sıxlığın üzərində dayanacağıq? Uşaqlar, kütlə və həcm fiziki xassə deyil. Kütlə və həcm xassə deyil, amma sıxlıq xassədir. Niyə? Çünki sən cismin kütləsini dəyişəndə onun həcmi də dəyişir, onların nisbəti sıxlıq verir, sıxlıq dəyişir. Sıxlıq üzərində çox dayanmıram, çünki biz zaten sıxlığı gələcəkdə keçəcəyik, öyrənəcəyik. Qazların sıxlığı və s. ona görə onun üzərində çox dayanmıram. Sadəcə bunu bilin ki, sıxlıq xassədir, amma kütlə və həcm xassə deyil. Gəldik maddələrin təsnifatı. Maddələrin öyrənməsi rahat olsun deyə təsnif edirlər. Təsnifat nədir? Təsnifat yəni sinifləndirmə, ayırma. Necə ki, məsələn, mətbəxdə biz çəngəlləri və deyək, qaşıqları ayırırıq. Qonaqlar üçün olan dəst ayrıdır, evdə gündəlik istifadə üçün dəst ayrıdır. Buna deyirlər təsnifat. Məsələn, insanları cinsinə görə ayırırlar. Məsələn, qadınlar və kişilər. Və yaxud da yaşına görə ayrılırlar, uşaq, nə bilim, körpə, uşaq və s. Maddələri də müxtəlif xüsusiyyətlərinə görə ayrılırlar. Bu xüsusiyyətləri bir-bir analiz edirik. Birinci, aqreqat halına görə maddələr bölünür 3 yerə. İndi bunun 4'ü falan var, amma biz indi orta məktəbdə bunun üçünə baxırıq. Bərk, maye, qaz. Maddələrin 3 aqreqat halı var. Maddə ya bərk aqreqat halda olur, ya maye, ya qaz. İndi plazmada var, biz ona baxmırıq orta məktəbdə. Sonra bayaq fiziki xassələr saydım, əzizlər. Hatırlayırsınızmı o fiziki xassələri? Hansılar idi, bir dənə yada salaq? Rəng, dad, aqreqat hal, sıxlıq, elektrik keçirmə, isti keçirmə, ərimə, donma, qaynama temperaturu. Əgər bir maddədə bu xassələr sabitdirsə, yəni dəyişmirsə, bu maddə saf maddədir. Yox, əgər dəyişkənsə bunlara deyirlər qarışıq. Deməli, fiziki xassə sabitliyinə görə maddələr saf və qarşılıqlı olmaqla iki yerə ayrılır. Ondan sonra tərkibinə görə, tərkib nədir, onun içində nə var, içində nədən ibarətdir? Ona deyirlər tərkib. Tərkibinə görə maddələr bölünür. Bəsit və mürəkkəb maddələrə. İndi bu hansı maddələr bölünür? Birazdan onda sizin üçün təsnif eləyəcəm. Saf maddələr bölünür. Hansı ki, burada biz fiziki xassələrə görə maddələrə bölmüşdük ya, safa və qarışığa. Fiziki xassələrə görə maddələri nəyə bölmüşdük? Safa və qarışığa. Hansı ki, bu saflar saflar da öz növbəsində tərkibinə görə bölünür, bəsitə və mürəkkəbə. Eyni zamanda bu mürəkkəblər var, saf mürəkkəb maddələr. Bunlarda mənşəyinə görə və yaxud da təbiətinə görə bölürlər üzvü və qeyri-üzvü maddələrə. Sonra suda həll etdikdə və ya əritdikdə, əgər bir maddə, bir də deyirəm, suda həll etdikdə və ya əritdikdə, fikir verin, bərk halda yox ha, istər suda həll elə, istər ərit, maye hala keçir. Bu halda elektrik cəryanı keçirirsə, buna deyirlər elektrolit, keçirmirsə qeyri-elektrolit. Başqa təsnifat ola bilməzmi müəllim? Əlbəttə ola bilər, çox təsnifat ola bilər. İndi hələ ki bu 5-inə baxırıq, gələcəkdə başqalarının da qarşımıza çıxacaq. Keçək indi bu maddələrin aqreqat hallarından danışdıq. Dedik ki, maddələr aqreqat halına görə. Aqreqat hal deyəndə də, yəni mövcud vəziyyəti başa düşdə. Ya bərk olur, ya maye olur, ya qaz olur. Aqreqat halına görə 3 yerə bölünür. Bərk maddəni təşkil edən hissəciklər bir-birinə çox yaxın yerləşir. Maye maddəni təşkil edən hissəciklər bərklərə nisbətən biraz aralı yerləşir. Qazda isə çox uzaqlaşırlar bir-birindən maddə hissəcikləri. Burada hissəcik dedikdə atom molekullar nəzərdə tutulur. O haqda da danışacağıq. İndi keçək biz bu aqreqat halın dəyişmələrinə sizinlə istəyirəm bir baxaq. Dedik ki, maddələr 3 aqreqat halda olur da, hələ ki belə dedik, bərk, maye və qaz. Bunları temperaturu və təzyiqi dəyişməklə, nəyi dəyişməklə? Temperatur və təzyiqi dəyişməklə bu maddələrin aqreqat halında dəyişmək olur. Yəni bərk olan şeyi maye hala keçirmək olur, maye olan şeyi bərk hala keçirmək olur və s. Bu işləri görə bilirik biz. Məsələn, maddə bərk haldadır, onu mən qızdırıram, əridirəm, edirəm maye. Bu prosesin adı ərimə prosesidir. Mayeni qızdırsam nə olur? Qaz olur. Buna deyirlər buxarlanma. Hər prosesin öz adı var. Bəs qazı soyutsam, mayeye keçsə, buna nə deyirlər? Kondensasiya. Siz bu qazın soyulmasını görmüşsünüz. Heç olubmu ki, biraz soyuq havalarda, maşında gedəndə pəncərəyə bir nəfəs vermişsiniz, orada belə damlalar əmələ gəlib. Bax, o kondensasiyadır. Sizin nəfəsinizdə olan su buxarı soyuq şüşəyə dəyir, soyuduğu üçün keçir qaz halından maye hala. Mayeni də soyudanda bərk hala keçir, prosesin adı donmadır. Elə olur ki, bəzən maddə bərk haldan, maye olmadan birbaşa qaz halına keçir. Bu prosesin adı sublimasiyadır.
Bu prosesin adı nədir? Sublimasiya. Bunu da görmüsünüz. Siz əjdaha nəfəsi yemisiniz. Əjdaha nəfəsi satırlar bu alış-veriş mərkəzlərində falan. Orada görürsünüz bərk haldan birbaşa qaz halına keçir. O quru buzlu karbonius. Yəni bu prosesin adı sublimasiyadır. Prosesin adı nədir? Sublimasiya. Bəs qaz birbaşa bərk hala keçsə, bu prosesin adı desublimasiyadır. Məsələn, naftalində ola bilir bu, yodda ola bilir. İndi gələcəkdə bunları da öyrənəcəyik. İndi bəs yaxşı, maddə bərkdən qaza, mayəyə, mayədən qaza keçəndə nə dəyişir? Əzizlər, mən burada biraz qaba təsvir eləmişəm sizin üçün. Biraz kobud təsvir eləmişəm bunu. Deməli, maddə bərkdən mayəyə və qaza keçəndə hansı dəyişiklik baş verir? Belə, bərki sanki belə fikir verir, 9 dənə göy hissəcik var burada, bir-birinə yaxındır. Mayədə bir qədər uzaqdır, qazda çox uzaqdır. Bəs istisnalar varmı? Var. Məsələn, suda istisna var, gələcəkdə öyrənəcəyik inşallah. Yəni, biz hələm təzə başlamışıq. Elə bir ki, mən sizə deyir, kimyanın ilk anlayışları necədir? Biz gələcəkdə kimya öyrənəcəyik. Elə bir indi onun haqqında informasiya verir ki, filan şeylər var. Elə bir İstanbula girəcəyik, öncədən sizə məlumat verirəm ki, İstanbul belə böyük şəhərdir, belə körpüləri var, belə məscidləri var, belə muzeyləri var və s. Davam edək. Deməli, bərkdən mayəyə, mayədən də qaz istiqamətində hissəciklər arası məsafə artır. Fikirlər burada hissəciklər bir-birinə yaxşı, burada fikir biraz aralı olub. Mayədə isə daha çox məsafə var hissəciklər arasında. Hissəciklər uzaqlaşdıqca onlar arasındakı cazibə qüvvəsi də azalır. Yəni onların bir-birini cəzb etməsi azalır. Bəs sıxlıq necədir? Fikir verir, burada daha sıxdılar da bir-birinə. Burada biraz sıxlıq azalıb, burada isə çox azalıb. Sıxlıq azaldıqca fikir verin, həcm daha böyük olub. Bunun həcmi bu qədərdir, bunun həcmi daha böyüyüb, qazda isə çox böyükdür həcm. Bu şeyi yadınızda saxlayın. İndi əzizlər, sizə başqa bir informasiya verəcəm. Bu informasiya biraz da test həllində falan bizim işimizə çox yarayır uşaqlar. Maddə əriməmişdən əvvəl, yəni maye hala keçməmişdən əvvəl hansı aqreqat halda olur? Maddə əriməmişdən əvvəl bu ərimə temperaturudur, bərk halda olur. Ərimə ilə qaynama arasında maye halda olur, qaynayandan sonra isə qaz halına keçir. Bir də deyirəm, maddə əriməmişdən əvvəl bərk halda olur. Ərimə ilə qaynama arasında maye hala keçir, qaynadıqdan sonra nasıl hala keçir? Qaz halına keçir. Deməli, biz hər bir maddə üçün dedik axı, ərimə və qaynama temperaturu xassədir, fiziki xassə. Fiziki xassə də sabitdir müəyyən şəraitdə. Yəni, temperatur və söhbət təzyiqdən gedir. Təzyiqi dəyişməsən, bunlar dəyişmir adətən. Deməli, burada qısa qeydlər də qoymuşam. Videonu saxlayıb öz üçün qeydlər apara bilərsiniz. Ərimə temperaturundan əvvəl götürülən bir maddə bərk halda olur. Ərimə temperaturu ilə qaynama temperaturu arasında bir temperatur götürsən, maddə maye aqreqat halda olur. Qaynayandan sonra qaz olur. Bunu necə başa düşür? Məsələn, elə suyu götürək. Məsələn, su. H2. Onun ərimə temperaturu 0 dərəcə Selsidir, qaynama temperaturu 100 dərəcə Selsidir. Bu T əriməsidir, bu da T qaynamasıdır. Biraz qalın yazdı, onu biraz nazik eləyək. Çox qalın oldu. T ərimə 0 dərəcə Selsi, T qaynama 100 dərəcə Selsi. Söhbət sudan gedir. Söhbət nədən gedir? Sudan gedir. İndi mənim əzizlərim, mən su deməli 0 dərəcədə qaynayacaq, 100 dərəcədə də 0 dərəcədə əriyəcək, 100 dərəcədə qaynayacaq. Mən mənfi 3 dərəcədə bir su götürürəm. Mənfi 3 dərəcə Selsi. Bir su götürürəm. Mənfi 3 sıfırdan əvvəldir. Deməli, mənfi 3 dərəcədə su bərk aqreqat halda olur. Birdən 35 dərəcə götürsəm, müsbət 35 dərəcə Selsi götürsəm. 35 düşür 0-dan 100-ün arasında. Buralarda bir yerə düşür 35. Yəni ərimə ilə qaynamanın arasında maye aqreqat halda olur su. İndi mən götürürəm 110 dərəcə. Suyu qızdırmışam, çox qızdırmışam, 110 dərəcə. 110 dərəcədə su hansı aqreqat halda olur? Qaz aqreqat halda olur. Buna aid bir nümunə misal var. İstəyirəm ona siz baxasınız, özü həll eləməyə çalışasınız. Təbii ki, həllini də göstərəcəm sizə. Amma təbii ki, həllini göstərməmişdən qabaq istəyirəm bir özünüz ona nəzərdən keçirəsiniz. Belə bir çalışma var burada, belə bir məsələ var. Bizə məsələdə deyir ki, 3 dənə maddə verib, ikisinin əriməsi mənfi 10, qaynaması müsbət 10-dur. Y-in ərimə temperaturu 0, qaynama temperaturu 100 dərəcə Selsidir. Z-in ərimə temperaturu 15, qaynama temperaturu 152 dərəcə. Soruşur ki, 5 dərəcə Selsidə temperaturda maddələr hansı aqreqat haldadır? Belə bir sual verir. İndi videonu saxlayıb sualı özü həll eləməyə çalışın. Ondan sonra keçərsiz mən sizə izahı göstərəcəm. Fikir verin, mən hər bir maddəni yenidən yazdım və elə bir ədəd oxu kimi düşündüm. Burada 5 düşür mənfi 10 ilə müsbət 10 arasına. Baxın, ərimədən əvvəl bərk olurdular. Ərimə ilə qaynama arasında maye olurdular, qaynadıqdan sonra isə qaz olurdular.
O zaman bu 5 birinci maddə üçün düşür bu ərimə ilə qaynamanın arasına, yəni mayedir. İkinci maddə üçün də fikir verin, belədir. Ərimə ilə qaynamanın arasındadır. Üçüncü maddə üçün isə ərimədən əvvəldir. Yəni üçüncü maddəmiz bərkdir, birinci və ikinci X və Y maddəmiz isə mayedir. Belə. Burada bir başqa sual da verir burada. Deyir 20 dərəcədə hansı maddələr hansı aqrometalda olur? 20-ni də siz özünüz araşdırarsınız. 20-ni də siz özünüz araşdırarsınız. Və təbii ki, burada həllini də göstərəm eyni qaydada. İndi isə vaxt itirmədən davam edək, növbəti anlayışlarımıza keçək. Deməli, əzizlər, dedik ki, kimya öyrənir maddələri. Əzizlər, maddələr kiçik hissəciklərdən ibarətdir. Bu kiçik deyənlər, bu çox kiçik başa düşürsünüz. Kiçik deyəndə, yəni bir balaca, məsələn, bir toxum başa düşməyin, bir balaca şaftalı, cavalı, bir muncuq dənəsi belə başa düşməyin. Bu çox kiçikdir. Yəni ölçüləri bunun nanometr, angstremlə ölçülən kiçiklik deyirəm. Çox kiçik yəni. Atom və molekullardan ibarətdir. Atom nədir? Atom biz gələcəkdə yeni təriflər də verəcəyik, amma indiki halda belə bir şey deyirik. Atom elementin, yəni kimyəvi elementin bütün kimyəvi xassələrini özündə saxlayan ən kiçik hissəcikdir. Kimyəvi proseslərdə dəyişikliyə uğramır. Yəni biz atomu kimyəvi proseslərdə dəyişikliyə uğramadığını qəbul edirik. Gəldik molekula. Molekul maddənin kimyəvi xassələrini özündə saxlayan ən kiçik hissəcikdir. Kimyəvi proseslərdə dəyişikliyə uğrayır. Fikir ver. Atom elementin xassələrini özündə saxlayan ən kiçik hissəcikdir, molekul isə maddənin. Bu yerə diqqət elə. Atom elementin xassələrini özündə saxlayan ən kiçik hissəcikdir, molekul maddənin xassələrini özündə saxlayan kiçik hissəcikdir. Atom kimyəvi proseslərdə dəyişikliyə uğramır, amma molekul kimyəvi proseslərdə dəyişikliyə uğrayır. Molekul 2 və daha çox atomun birləşməsindən ibarətdir. Belə qabaca təsvir eləsək bunu sizin üçün. Belə bir göstərə bilərəm. Məsələn, bu hidrogen deyək ki, atomudur, bu da oksigen atomudur. 2 hidrogen atom birləşdi, hidrogen molekulunu yaratdı. 2 oksigen atom birləşdi, oksigen molekulunu yaratdı. Və yaxud da hidrogen ilə oksigen molekulları birləşdi, su molekulunu, atomları birləşdi, su molekulunu yaratdı. Bunlar atom idi. Bu qırmızı ilə işarələdiklərimsə, indi qırmızı ilə bunu işarə edirsən əgər. Bunlar da molekuldur, gördünüzmü? Deməli, atomlar birləşir, molekulları əmələ gətirir və yaxud da yaradır. İndi burada kimyəvi elementdən danışdıq. Bəzi elementləri tanımalısınız. Bu elementləri tanımasanız bizim işimiz çətin olacaq. Burada elementin kimyəvi işarəsi var, burada onun adı var. Adətən bəziləri fikir verin, bir hərflidir, bəziləri iki hərflidir. Məsələn, lityumda 2 hərflidir, natrium 2 hərflidir, kalium. Bəzi elementlərin, kimyəvi elementlərin, bunlar metal bəsit maddəsi yaradan elementlərdir. Belə metallar da deyirlər bunlara. Bəzilərinin adı, bax, fikir verin, dilimizdədir. Misdir, sonra dəmirdir, sonra civədir, gümüşdür, qızıldır. Bunların adı öz dilimizdədir. Digərlərinin isə adı Yunanca, Latıncadır. Səbəbi də odur ki, bunları bizim dədə-babalarımız tanıyıb, bunlara ad qoyub. Bu bursların tanımayıb, ad qoymayıb, ona görə biz də kim ad qoyub, ondan götürmüşük, öyrənmişik. Bunları öz üçün qeyd edin, bunları öyrənin, bunlar mühümdür bizim üçün. Belə. Metalların əmələ gətirdiyi bəsit maddələrin xassələrindən danışacağam. Bayaq demişdik də, xassa, fiziki və kimya xassələri. Bu yuxarıda göstərdiyimiz metalların əmələ gətirdiyi bəsit maddələr elektrikli və istiliyi yaxşı keçirirlər. Plastik olurlar, döyülüb yaslana bilər. Plastik nədir? Yəni çəkiclə vurub ona forma verə bilərsən. Metal parıltısına malik olurlar, yəni parıldayırlar. Zaten metalları siz görmüsünüz, qızıl, gümüş, dəmir, alüminium, mis, bir çox metal sizə tanışdır. Adi şəraitdə bərk halda olurlar. Civədən başqa, civə maye olur adi şəraitdə. O termometrdə görmüsünüz, civə sütunu olur orada. Balaca temperatur qoyursunuz, o sütunda civə qalxır, enir, həcmi artır, azalır və nəticədə biz bədənimizin hərarətini müəyyən edə bilirik. Adi şəraitdə bərk halda olurlar və bir atomlu bəsit maddə əmələ gətirirlər. Deməli, metallar elektrik və istiliyi yaxşı keçirir, plastik olurlar, döyülüb yaslana bilirlər, metal parçasına malik olurlar, adi şəraitdə bərk halda olurlar, civə maye olur və bir atomlu bəsit maddə əmələ gətirirlər. Bunu yadda saxlayın. Gələk indi qeyri-metallara. Qeyri-metallar da bunlar da əzizlər, baxın. Bunların da gördüyünüz kimi adları və şərt işarələri, kimyəvi işarələri verilibdir. Bunları da öyrənəcəksiniz. Bir-bir hər birini. Hidrogen, oksigen, kükürt, azot, fosfor, flor, helium, neon, argon, xlor, brom, yod, karbon, silisyum, bor, kripton, ksenon, rodon. Bunları öyrənin. Qeyri-metalların əmələ gətirdiyi bəsit maddələrin xassələrinə gəlin baxaq. Qeyri-metalların əmələ gətirdiyi bəsit maddələrin xassələri metallardan biraz fərq edir. Necə fərq edir? Onlar elektrik və istiliyi ya pis keçirirlər, ya da ümumiyyətlə keçirmirlər. İzolyator deyirlər. İzolyasiya işlərində, məsələn, bir naqil, izolyator nə deməkdir? Yəni təcrid edən, ətrafdan ayıran. Məsələn, biz mis naqilin üzərində plastik belə qara bir şey görürük. Hansı ki, o olmasa bizi elektrik cərəyan vurar. Həmin o qara plastik o izolyasiya edir də mühitdən həmin o naqili.
Bərk halda kövrək olurlar. Yəni metallar kimi plastik olmurlar. Kövrək olur ki, çəkizdən vurursan dağılır. Məsələn, kömür düşün. Kömürə çəkiz vurdun, darmadağın olur. Döyüb yastıya bilmirsən. Amma məsələn, alüminiumu döyüb forma vermək olur. Bunlarda metal parıltısı olmuyor. Bəli, parıldayanlar var, amma başqadır. Məsələn, almaz parıldayır, grafit parıldayır, amma o bu deyil. Bir atomlu da olurlar, çox atomlu da olurlar. Aydındır bunların bəsit maddələri. Adi şəraitdə bərk də olurlar, maye də olurlar, qaz da olurlar. Bax, nümunələri göstərəcəm. Məsələn, karbondur, silisiumdur, bordur, yoddur, bax yod. Yoddur, fosfordur, ağ fosfordur, bu kristallik kükürdür, bunlar bərkdir. Deyəsiniz, müəllim, biz yodu maye görmüşük. O yod, yodun spirtdə məhluludur, əzizlər. Sizin evdə istifadə edildiyiniz yod, tibbdə istifadə olunan yod. O yodun spirtdə məhluludur. O deyil, yod adi şəraitdə bərk olur. Sonra brom maye olur. Hidrogendir, oksigendir, azotdur, flordur, xlordur, ozondur. Bunlar qaz olur. Bunların hansı aqreqat halda olur? Qaz aqreqat halda. Fikir verin, burada bir atomlular da var, çox atomlar da var. Məsələn, bunlar bir atomludur, görürsünüz. Amma yerdə qalanlar nədir? Çox atomlu. Yerdə qalanlar çox atomludur. Bu yerlərinə xüsusi diqqət edin, öyrənin. Çünki bunlar, testdə bunlar sizin qarşınıza çox çıxacaq. Nümunə kimi. Bir də var, bu dedik, bunlar da qeyri-metallara aid eləmişdik. Helium, neon, argon, kripton, ksenon, rodon. Bunlar nəcib qazlar yaradır, bir atomlu. Bunlar təsirsiz qaz da deyirlər. Biz orta məktəbdə bunların nəyəsə reaksiya girməyinə baxmırıq, amma bunların da birləşmələri var, amma adətən biz orta məktəbdə buna baxmırıq. Adi şəraitdə qaz halında olurlar, bir atomlu bəsit maddə əmələ edirlər. Bu iki dənə məlumatı bilsəz bunlar haqqında kifayət edir hələ ki. Uşaqlar, burada bir qeyd qoymuşam. Uşaq deyirəm, böyüklər, uşaqlar fərqi yoxdur, əzizlər, izləyicilər. Bəsit maddə kimyəvi elementin sərbəst mövcudluq formasıdır. Bu nə deməkdir? Çünki bayaq bəsit maddə sözündən istifadə elədik, yine onun izahını veririk. Nədir bəsit maddə? Bəsit maddə kimyəvi elementin sərbəst mövcudluq formasıdır. Yəni bir element, məsələn, tutaq ki, deyək oksigen elementi. Əgər sərbəst şəkildə təbiətdə mövcud olmaq istəyirsə, sərbəst nə deməkdir? Yəni O2 şəklində və yaxud da O3 şəklində. H2O-nun içində yox. H2SO4-ün içində yox. Məsələn, kalium xlor O3-ün içində yox. Çünki burada sərbəst deyil. Burada nəyə? Hansısa bir qarışığın, maddənin içindədir, mürəkkəb maddə. Sərbəst. Sərbəst bir element mövcud olmaq istəyirsə, gərək bəsit maddə halını ala. Yəni ki, belə düşün. Bir restoranın menyusuna kartof sərbəst girmək istəyirsə, bozbaşının içində yox, pitinin içində yox, çıxırtmanın içində yox. Sərbəst girmək istəyirsə, ya gərək püre ola, ya gərək qızartma ola, ev sayağı, ya da fri ola. Yəni sərbəst də böyründə işin olmasın. Element də belədir. Sərbəst mövcud olmaq istəyirsə, gərək bəsit maddə halını ala. Məsələn, oksigen elementi sərbəst mövcud olması ya O2 halına gəlməlidir, ya O3 halına. Elə bilən başa düşdünüz. O zaman belə başa düşdüm ki, əgər bu oksigen elementi 2 dənə bəsit maddə yaradırsa, o zaman bəsit maddə sayı gərək element sayından çox olsun. Çünki bizdə 120-yə yaxın element var, bəzən də çox deyirlər, bəzən az deyirlər. Onda hər biri bir neçə bəsit maddə əmələ gətirirsə, o zaman daha çox bəsit maddə var. Bəli, daha çox bəsit maddə var. Bir elementin bir neçə bəsit maddə əmələ gətirməsi hadisəsinə deyirlər allotropiya hadisəsi. Nə deyirlər? Allotropiya hadisəsi. Bəs əmələ gələn o bəsit maddələrə nə deyirlər? Allotropi şəkil dəyişmə. Biz burada 5-ini sizin üçün vermişik, amma bir çox elementin allotropi şəkil dəyişməsi var. Məsələn, oksigen elementinin oksigen qazı və ozon qazı olmaqla 2 allotropiyası var. Məsələn, karbon elementi almaz, qrafit, füllüren və karbon olmaqla 4 allotropi şəkil dəyişməsi var. Məsələn, fosforun ağ fosfor, qırmızı fosfor və qara fosfor olmaqla 3 allotropiyası var. Deyəsiniz, mənim bu almasın, qrafitin, füllüren, karbon formulu yoxdur. Var formulu, hamısında karbondur, karbon. N dənə karbon. N deyəndə yəni müəyyən sayda da, o N müəyyən sayı göstərir. Bəs qırmızı fosfor, qara fosforun formulu yoxdur. Var PN vurur. N müəyyən bir sayı göstərir. Kristallik kükürt. Kükürdün məsələn 2 allotropik. Kristallik kükürt 8 atomludur, plastik kükürt də çox atomlu. SN yazıram. Bundan əlavə silisium, kristallik silisium, amorf silisium, yəni plastik silisium da deyirlər. Eyni elementin bir neçə bəsit maddə əmələ gətirdiyi üçün bəsit maddə sayı kimyəvi element sayından çoxdur. Bunu da sizə az əvvəl demişdik. Keçək növbəti hissəmizə. Biz bayaq maddələri fiziki xassələrin sabitliyinə görə, hansı ki fiziki xassələr hansılardır? Rəng, dad, aqreqat hal, sıxlıq, ərimə temperaturu, qaynama temperaturu sabit olan maddələrə dedik saf maddələr. Saf maddələr yalnız bir maddə hissəciklərindən ibarət olur. Bu nə deməkdir? Əgər söhbət saf sudan gedirsə, içində ancaq H2O-lar var, başqa bir şey yoxdur. Sabit fiziki xassəyə malik olurlar və bir formulla ifadə oluna bilirlər. Yəni suyun molekulu deyəndə sən bunu başa düşürsən. Məsələn, desək ki, glikoza molekulu C6H12O6.
Anladınız mı? Desə məsələn qarışqa turşusu molekulu bu da HCOOH. Anladın mı? Bir dənə molekul başa düşürsən. Saf maddələr özləri də bax belə burada misallar vermişəm. Tərkibinə görə iki yerə ayrılır. Bir də deyirəm, saf maddələr tərkibinə görə iki yerə ayrılır. Bəsit maddələr və mürəkkəb maddələr. Bəsit sözünün zaten mənasını bilirsiniz siz nədir? Bəsit yəni türklər basit deyir. Sadə də sadə belə deyək. Eyni növ element atomlarından əmələ gələn maddələrə bəsit maddələr deyilir. Məsələn, burada ancaq H2 ancaq hidrogenlərdən ibarətdir. P4 ancaq fosforlardan ibarətdir. S8 ancaq kükürdlərdən ibarətdir. Dəmir ancaq dəmir atomlardan ibarətdir. Başqa bir atom böyründə yoxdur. Bu maddə bəsit saf maddədir. Bunlar bəsit saf maddələrdir. Bəs mürəkkəb maddə nədir? Bunlara bəzən kimyəvi birləşmə də deyirlər. 2 və daha artıq element atomu birləşir, mürəkkəb maddəni əmələ gətirir. Məsələn, hidrogen və oksigen birləşib su molekulunu yaradıb və bu mürəkkəb saf maddədir. Hidrogen, kükürt və oksigen birləşib, sülfat turşusu maddəsini yaradıb, bu mürəkkəb saf maddədir. İndi isə keçək, mürəkkəb maddələr də mənşəyinə görə iki yerə ayrılır. Qeyri-üzü maddələr, üzü maddələr, mürəkkəb saf maddələr. Üzü maddələrin 4 əsas sinifi var. Oksidlər, əsaslar, turşular və duzlar. Bu sinifləri biz ayrıca mövzu kimi öyrənəcəyik. Üzü maddələrin də çoxlu sinifləri var. Karbohidrogenlər, spirtlər, fenollar, aldehidlər, ketonlar, turşular, iri molekullu birləşmələr, zülallar, karbohidratlar və s. və ilaxır çoxdur sinifi. Üzvü kimyada ayrıca öyrənəcəyik. Ona görə bunların üzərində çox durmuram. Gələk bu 4 dənə sinif haqqında qısa məlumat sizə verim, amma gələcəkdə bu sinifləri biz geniş öyrənəcəyik. Məsələn, oksid nəyə deyirlər? Biri oksigen olmalı 2 elementdən ibarət olurlar. Bura ulduz qoymuşam. Bu ulduz nə üçündür? Yəni bu tərif tam oksidlərin tərifi deyil. Nə mənada? Məsələn, biri oksigen olmalı 2 elementdən ibarət olan maddələr var, hansı ki oksid deyil. Məsələn, peroksiddir, superoksiddir. Gələcəkdə öyrənəcəyik. Bu elə bir ki, qısaca ilkin məlumat vermək üçündür. Məsələn, bu kalsium və oksigendən ibarətdir, kalsium oksid deyək. Natrium və oksigendən ibarətdir, natrium oksid deyək. Amma bu tərif yenə deyirəm, oksidlər bölməsini ayrıca öyrənəcəyik. Bu tərif oksidləri tam əhatə eləmir. Sadəcə oksidi görəndə tanıyın deyə vermişik bunu. Əsaslar. Əsaslar metaldan və hidroksiddən ibarətdir. Bu tərif də düz deyil. Yəni metal olmaya da bilər. Başqa bir ion da ola bilər, kation da ola bilər. OH ilə birləşmiş halda, OH mənfi daha doğrusu nə bu iondur, hidroksid, OH mənfi ion. Amma sadəcə siz əsas görəndə tanıyın deyə bunu verdik. Natrium və OH, olur natrium hidroksid. Kalsium OH. Bu OH-ın sayının önəmi yoxdur. O metalın valetliyindən asılı olan bir şeydir. Onu boş ver. Metal və OH-dan ibarətdirsə əsas kimi baxa bilərsən ona. Sonra gəldik turşulara. Burada verdiyim maddələrin adını öyrənsəz yaxşı olar sizin üçün ilkin olaraq. Yəni 20-30 dənə maddə adı bilsəz yaxşı olar. Hidrogendən və turşu qalığından ibarət olurlar. Bu tərif də turşuları tam əhatə eləmir. Məsələn, bu sülfat turşusudur. İçində hidrogen var, bir də turşu qalığı, məsələn SO4. Hidrogen, turşu qalığı PO4. Turşu qalığı anlayışı haqqında da turşular bəhsində əlavə danışacağam. Yəni məsələn, bu hidrogen, bu da onun turşu qalığı. Bu nitrat turşusu, xlorid turşusu, bromid. Bu 6-7 turşunu tanısaz çox faydası olar sizə. Metaldan və turşu qalığından ibarət olan birləşmələrdə duz deyirlər. Təbii ki, bu da duzun tərifini tam əhatə eləmir. Duzlar bir neçə yerə ayrılır, onları gələcəkdə öyrənəcəyik. Sadəcə bunları adlarını öyrənin. İndi ilkin olaraq bunları maddələrin formulunu və adını tanısaq çox faydalı olacaq sizin üçün. Gəldik üzü maddələrə. Üzü maddələrin əsasən tərkibində karbon və hidrogen olur. Başqa maddələr olur, azot olur, oksigen olur, kükürt olur, bir çox maddə ola bilər. Amma demək olar çoxunda karbon və hidrogen var. Burada bir neçə üzü maddənin adını yazmışam. Metandır, glikozadır, asetilendir və saxarozadır. Bu 4 dənəni tanısaz faydalı olar sizin üçün ilkin olaraq. Sonradan təbii ki biz mövzuları öyrəndikcə daha çox maddə tanıyacaqsınız, daha çox maddə öyrənəcəksiniz. Kimyada maddələri öyrənir. O da ki ilkin olaraq bir 30-40-50 maddə tanısanız formulunu, adını bizə faydalı olar. Gələk dedik ki biz fiskasiyasının sabiti olanlar saf maddələrdir. Fiskasiyası sabit olmayanlar qarışıqlar idi. 2 və daha çox maddə hissəcikdən ibarət olur. Buna deyirlər qarışıq. Fiskasiyaları sabit olmur. Qarışıqlar bir formula ifadə oluna bilmir. Deyəsiniz ki, ay müəllim, mən qarışıq deyəndə nə başa düşüm? Məsələn, duzlu su. Duzlu su. Deyəcəksiniz ki, müəllim, necə yəni duzlu su? Bax, mən Əhmədə tapşırıram ki, get bir stəkan duzlu su düzət gətir. Əhməd bir stəkana 3 qaşıq duz atır. 3 qaşıq. Bir stəkana. Əliyə də tapşırıram. Bu Əhməddir. Bir Əliyə də tapşırıram. Əli qırmızı ilə gətirsin. O da elə ki olsun. Əliyə də tapşırıram bir stəkan duzlu su gətir. O isə bir stəkana 5 qaşıq duz tökür gətirir.
Yəni ümumi baxanda bunlar ikisi də duzdur. Əhmədinki 3 qaşıq duzlu sudur, Əlinki 5 qaşıq. Bu duzun miqdarı dəyişdikcə onun xassəsi də dəyişir. İkisi də duzlu sudur, amma dilimə vururam görürəm Əlinki daha çox duzludur, Əhmədinki biraz duzu azdır. Yəni dadı fərqlidir. Elektrik keçirsizliyi fərqli olur, qaynama temperaturu fərqli olur. Yəni duzlu su qarışıq olduğu üçün onun xassəsi sabit deyil. Nə mənada? Əhmədin duzlu suyu ilə Əlin duzlu suyun xassəsi bir-birindən fərqlənir. Amma Əhmədin öz duzlu suyundan bir qaşıq da götürsəm, bir damla da götürsəm, onun xassəsi oxşar olacaq. Söhbət Əhmədin duzlu suyundan gedir. Aydındır? Bunlar adlanır qarışıq. Bunlar nə adlanır? Qarışıq. Qarışıqları bir maddə hissəciyindən ibarət olmadığı üçün bir formulla ifadə eləmək olmur. Qarışıqları bir formulla ifadə eləmək nə olmur? Yəni sənə desəm ki, mənə dəniz suyu qarışıqdır, dəniz suyunun formulunu de, sən onun içərisində gələ bir 20-30 dənə duz yazasan. Çoxlu duzlar yazasan, suyu yazasan, yəni ona görə də qarışıqları bir formulla ifadə eləmək olmur, fasıllərdə sabit olunur. Qarışıqlar özləri də iki yerə ayrılır. Var homogen qarışıqlar və var heterogen qarışıqlar. Dərsin davamını homogen qarışıqlar və heterogen qarışıqlar, onların ayrılma üsullarını isə növbəti dərsin növbəti hissəsində, ikinci hissəsində izah eləyəcəyik. Bu günlük bu mövzuluq bura qədər. Sağ olun, salamat qalın. Bu mövzuya aid suallar da gələcək, sual izahları da gələcək. İzləmədə qalın.